Yaxşı. Uşaqlar toplu birinci hissə 2019 kvadrat köklər mövzusundan hesabı kvadrat kök və onun xas hissələri bölməsini işləyirik. Həmişər kimi tək suallarından işləyirəm, süt sualları siz. Birincisi 34, bura 8, bura 17. Mən burada nədən istifadə? 34'ü yazıram 17, bura 2, bura 8, bura 17 kimi. Buradan da aldım kök 17'nin kvadratı bura 16. Bu da 17, bura 4 deməkdir. 68 cavabı var mı? Y var ya. Keçirik 4-cüyə. 4'ü da burada yazacağım. Deyir ki, A kiçik 0 olduqda sizcə hansı ifadənin mənası var? C variantı uşaqlar burada. Kök altında mənfi 6A. Başqa çünki o birisilərin A kiçik 0 olduqda heç birində mənası yox. C variantı mənfi kök altında A edir. Çünki A mənfi olanda mənfi olanda müsbət edir. 4'ü yazmışam, ev yox, yaş 3'ü boy deyil. Siz 4'ü kök. A kiçik 0 olduqda C variantı burada. Mənfi 2A. Yaxşı, keçirik 5-ciyə. 5'də belə. Kök altında 5, bura kök altında 12, böyle kök altında 20. Bunların hər üçünü eyni bir kökdə yazın. 5 bura 12 böyle 20. Bu da edir kök altında sağ gedəndə 3. Y variantı. 7-ciyə baxaq. 7-ci belə. Kök altında 4, kök altı 16. Fikir verin, birinci lap içərdəki kökdən başlayır. 4 vuraq, bu da 4 edir. Deməm 4 vuraq 4. Buna da 4 çıxar. 4'də 1 var yəni. Keçirik 9-cuya. Kök altında 25 çıxar. 3 kök altında 9. Deməli bu bərabər. 25 çıxar. 9'dan çıxır 3, 3'ü çevranda 9 edir. Bu da kök altında 16, cavab 4 edir. Keçirik 11'ə. 11-ci belə düşürəm. 2 kök altda 2 vuraq. 5 kök altda 3 vuraq. Kök altında 6. Bərabər. Belə eləyirəm. 2 vuraq 5, 1 yazıram. Kök altda 2 vuraq 3 vuraq 6. Bu da bərabər. 10 vuraq. Bundan da 6 çıxır. Cavab 60. 13'ə baxaq. 13'də belə. Deyir ki, A-nın hansı qiymətində kök altında mənfi 5 ifadəsinin mənası var. Əlbəttə ki, A kiçik və ya bərabərdir 0. Çünki tək tərəfindən olduğu üçün kiçik bərabər 0-da A var. Keçirik 15'ə. 15'dən A var nə yox? 15 belə. Kök altında 1,44, vuraq 1,21, çıxaq 1,44, vuraq 0,4. Bərabər. 1,44'ü ortaq çıxaraq. 1,25 çıxaq 0,4 edir. Bu da bərabər. Kök altında 1,44, bundan çıxanda 0,81 edir. Bu da ki, kök altda 1,44, vuraq kök altda 0,81. Bu da nə demək? 1,2 vuraq 0,9 edir. 90, 108, 2'lərdə 1,8 var mı? Deyil. Keçirik 17'yə. Var. 17 verir. Kök altında 0,4'də 4, üstə gələk 3'dədir. Bu bildiyiniz kimi 9'da 4 deməkdir, üstə gələk 3'dədir. 9'da 4'də də 3'də 2, üstə gələk 3'dədir, cavab 1 edir. 19'a baxaq. 19. Kök altında 15'in kvadratı, üstə gələk kök altında mənfi 13'in kvadratı, çıxaq. Kök altında 17, kənarda kvadrat. Bərabər.
Qalar, da buradan uzatmayaq. Bu 15'dir. Buna modul mənfi 13 çıxır, yəni 13 qəbuldur. Bu da çıxa 17. 11 var mı? A. Keçirik 21'ə. 21'i də buradan yazıram. Kök alma 1,2. Buraq kök alma 3,3'də 1. Bərabər. Deməli, kök alma 1,2. Buraq bu da 3'də 10 deməkdir. O da 12 bölü kök alma 4, cavab 2 edir. C. Keçirik 23'də. 23 belə çalır. Kök alma 28. Çıxar kök alma 5'də gələk kök alma 16. Bərabər. Buradan 28 çıxar kök alma 5'də gələk 4 demək. 16'dan 4 çıxır. Bu da 9 edir. 28'dən də 9'da 3 çıxır. Bu da bərabər kök alma 25. Bundan da 5 çıxır. Y. Keçirik 25'ə. Kömək edildi. X kiçik 0 olduqda 2,5 vuraq kök alma x üstü 26'nı çıxardır. Deməli 2,5 vuraq bu kök altında x üstü 13'ün kvadratı deməkdir. Düzdürmü? Görün buradan mən çıxın. 2,5 vuraq modulda x üstü 13 çıxır. Düzdürmü? İndi nə olur? Bəli, mənfi 2,5 x üstü 13. Çünki x mənfədə üstü də təkələr. Variant A. Keçirik 27'yə. 27'də nə var, nə var? də bəyəkin olmuş. Kök altında 15'in kvadratı, üstə gələk kök altında mənfi 10'un kvadratı, eyni sual bilər. Kök altında 7. Mötərizə kvadratı çıxar, kök altında mənfi 12'nin kvadratı. Bunlar hansı? Bunlar modullardır, bu da gözünə bərabər. Bu 15 edir, bu mənfi 10'un modulu 10 edir, çıxar. Böyləcə 7 edir, 12'nin modulu, mənfi 12'nin modulu 12 edir, 12 edir. 19, 25, 6 var mı? D. 29'a keçək. 29'da görək nə var? 29 belə. Kök altında 33 ədədi, hansı iki ardıcıl tam ədədi? Birinci 33 ədədi, hansı iki tam kvadrat arasında yerləşir? 25 ilə 36. Deməli onda kök altında 25. Kiçik kök altı 33, o da kiçikdir kök altı 36'dan. Bu isə 5 kiçik kök altı 33, kiçikdir 6 demək. Yəni 5 və 6. B var ya. 31'ə baxaq. 31 belə. Kök altında 7,5 vuraq 1,3 vuraq. Kök altında 7,5 bölək 1,3 çıxar. Kök altında 1,3 bölək 7,5 bərabər. Vururam hamısını içəri. Kök altında 7,5 vuraq 1,3 vuraq. Kök altında 7,5 bölək 1,3 çıxar. Kök altında 7,5 vuraq 1,3 vuraq. Kök altında 1,3 bölək 7,5 bərabər. Bunları yeni kəsirlər, bununla bu gedir, kök altında 7,5, 7,5'ə vuranda kvadrat edir, onun da kök 7,5 çıxar. Eldə 7,5'lər gedir, 1,3'dan, bu edir 6,2. Y var ya. Keçirik 33'ə. 33 belə. Deyir ki, 3 bölək kök altında 5 çıxar kök altında 2 kəsirinin məxrəcini rasionaldan azad edir. Nəyə vurmalıyıq? Qoşması nədir? Üstə gəlmir. 3 vuraq kök altında 5, üstə gələk kök altında 2. Bu da kök altında 5 çıxar kök altında 2 vuraq kök altında 5, üstə gələk kök altında 2. Düzdürmü? Bu da bərabər. 3 vuraq kökdə 5, üstə gələk kökdə 2. Bu 5 çıxar 2 edir, yəni 3'dür. 3 ilə də 3 gedəndə sadəcə kök altında 5, üstə gələk kök altında 2 qalır. A var yəni.
Keçirik 35'e. Belə 20 bölək kök altında 20 üstə gəl çıxar 16 bölək kök altında 80 çıxar kök altında 5'də 1 ifadəsini sadələşdirir. Bu bərabər. Deməli bu kök altında 20 edir. Çünki bu kök altında 20'nin kvadratı çıxar. Deməli bunu da belə yaza bilərik. 16, bunu da 4 kök altında 5 kimi. Düzdürmü? Düz deyirəm. Çıxar kök altında 1 bölək kökdə 5 yazında. Ayrı-ayrı yazında. Kök altında 20'niz 2 kök altında 5'dir bu heç. Bundan ixtisar gedən çıxar 4 bölək kök altında 5. Çıxar. Burada da 1 bölək kök altında 5. Bu da bərabər 2 kök altında 5 çıxar. Bunları eyni məxrəciyyətindən 5 bölək kökdə 5 edir. Bu da 2 kök altında 5 çıxar kök altında 5. Cavab kökdə 5 edir. Y. Keçirik 37'yə. 37 belə çıxar. Deyir ki, x bərabər 10 kök altında 7, y bərabər kök altında 0,7 olarsa, x-i y ilə ifadə edin. Deməli, x bərabər 10 kök altında 7, bunu da belə yazıram. Bərabər 10 kök altında 7'ni də 0, onu da 7 vuraq 10 kimi yazıram. Bu da bərabər 10 vuraq kök altında 10 vuraq kök altında 0,7. Kök altında 0,7'miz də y bölür. Deməli bu da 10 kök altında 10 vuraq y demək. Deməli x bərabərdir 10 kökdə 10 y. B variantı. 39'a baxaq. Yaxşı. 39 belə. A kiçikdir 0, kiçikdir 5. Deməli, A mənfi, B də müsbət ədəddir. Kök altında A çıxar B, mötərizə kvadratı. Üstə gələk, kök altında 16 A kvadratı. İfadəsini sadələşdir. Buradan çıxır, modulda A çıxar B. Üstə gələk. Bu 4A'nın kvadratı, burada da modulda 4A çıxır. Görün, A çıxar B. Müsbət ifadədir, yoxsa mənfi? Görürsə A B-dən kiçik. Deməli, əksi çıxır. Yəni B çıxar. Bəs 4A nə cür? Mənfi demək çıxar 4A. Bu da B çıxar B şahidlər. B var ya. 41. Siz 70 mesela. Yaxşı, 41'i də yazdım, bu sonumuz olsun. Deyir ki, A kök altında 7 çıxar A ifadəsində vurğu kök işarəsi altına salınır. Yüzlərlə dəfə elədiyiniz çalışma. A'nın işarəsi nədir? Müsbət. Deməli, A böyük sıfır. Onda nə qədər olacaq? Kök altında A kvadratı var 7 bölək ya. Bu da nə edir? Kök altında 7 A. B var ya. 40'la daxil olmaqla cüt sayda olanları evdə yazacaqsınız.